Bir, siz yadınızdan çıxartmayın ki, döyüşün çətin anlarında, İslamın çətin günlərində qaçıb gizlənirdiniz. O döyüş meydanında Əli əleyhissalam vuruşurdu. Siz isə münafiqcəsinə, ikiyüzlücəsinə gizlənirdiniz. Xanım Zəhra salam, olan üzünə deyir. Peyğəmbərdir, nə qədər var idi, başqa cür idiniz. Necə Peyğəmbər dünyasını dəyişdi, nifaq tikanlarınızı çıxardıbsınız. Siz deyir, həman qorxaq adamlarsınız ki, biz Əhl-i Beyt İslamın bayrağını uca etmək üçün vuruşanda, siz deyirdiniz bir gün bunları məhv eləyərlər, aradan apararlar. Siz arxada gözləyirdiniz. Nə vaxtsa kafirlər bunları qətlə yetirəcəklər, bunlar məğlub olacaqlar. Başlayır bunların o içərilərini, iç üzlərini açıb tökür. Bu xanım Zəhra salamullah aleyhanın cəmiyyətdə gedən proseslərdən agah olmasından xəbər verir.